Salam əziz şagirdlər, burada belə bir sual var. Buradan 11-ci sualın gəlin həllinə baxaq. Yazıb ki, iti bucaqlardan biri 35 dərəcə olan düzbucaqlı bucaqlardan düz bucaq təpəsindən çəkilən tənböyənlə hündürlük arasındakı bucağı tapın yazan bir sual veribdir. Bugün bu sualın həllinə baxacağıq. Keçək bu sualın həllinə. İlk öncə bu sualları tapmaq üçün həmin verilən üst bucağın şəklini çəkmək lazımdır. Bu olsun 90 dərəcə. İki bucaqlardan biri bunlar iti olur. Bu 35 dərəcədir. Biz isə bu bucağı bilmirik. Biz bilirik ki, üst bucağın daxili bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Deməli, burada x tapmaq üçün 35 dərəcə üstə gəlsin 90 dərəcə üstə gəlsin x bərabərdir 180 dərəcəyə. Buradan 35 ilə 90 dərəcəni hesablayırıq. Buradan 35 ilə 90 dərəcəni hesablayırıq. 125 dərəcə eləyir. X bərabərdir 180 dərəcə olur. 180 dərəcədən 125 dərəcə çıxıram. Buradan x-in qiymətini tapım. X-in qiyməti 55 dərəcə olur. Buradan x olacaq 55 dərəcə. Yazıram. Burada x olacaq 55 dərəcə. Mən isə şərtdə bu 55 dərəcədən yox da başqa bir şey deyir. Gəlsə bunu tapaq. Düz bucaq təpəsindən çəkilən tənböyənin hündürlüyü. Əslində burada tənböyənlə hündürlük başqa amaçlar olsa bilər. Yəni çox hündürlük belə düz də keçə bilər. Yəni amma tənböyəndə bucaqlar arasında bölsə bilər. Biri santimlər arasında bölür, biri bucaqlar arasında bölür. Buna heç bir fərqi yoxdur. Yəni bizdə bucaq veribsə, yəni çox önəm daşımır. Bunun üçün belə deyim. Bunu 2'ye böldüm. İndi tənbəyən desək bunu 2'ye bölürəm. Hündür desək zaten buradan buraya kimi 2'ye böləcəkdim. Ona görə belə olsun. Əgər mən bunu 2'ye bölürəmsə 90 dərəcə arasında 90 dərəcəni 2'ye bölürəm. 45 dərəcə. Deməli, hər qismə 45 dərəcə olmaqla düşəcəkdir. Yazıb burada demir ki, hansı tərəfdən olur. Gəlin biz iki tərəfdə yoxlayaq. Bura 55 dərəcə idi. Bura 45 dərəcədir. Olacaq 10 dərəcə. 45 dərəcədən çıxıram 35 olacaq 10 dərəcə. Deməli, burada da 10 dərəcə qaldı, burada da 10 dərəcə qaldı. Amma başqa bu birinci üsuldur. Arasında qalan birinci üsuldur. Əgər arasındakı fərqi tapmaq üçün ikinci üsul olaraq da 55 dərəcədən bu 35 dərəcəni 55 dərəcədən 35 dərəcəni çıxıb bunu 2'ye böləndə yenə də 10 dərəcəni alacaqdır. Yəni burada yenə alacaqdır B variantı. Yəni ilk öncə bucaq tapandan sonrası arasındakı məsafəni tapmağın iki yolu var. Birinci yol hərəsi 55 dərəcədən 45 dərəcədən çıxanda 10 dərəcə, 45-dən 35 çıxan 10 dərəcə. İkincisi isə arasındakı məsafəni tapmaq üçün tapdığım ədədləri əvvəldən 55-dən 35 tapmışdım axı. Onları bir-birindən çıxıb ədədi 2'ye bölməklə tapa bilərsiniz. Yəni doğru cavab bizdən alındı. B variantı. Bu sualın həlli bu qədər oldu. Əgər bu videom sizə faydalı oldusa, kanalıma like atıb abunə olmağı unutmayın və tanıdığınız insanlara paylaşın ki, onlar da bu cür suallardan faydalana bilsinlər. Sağ olun, görüşəndək.